Amerikanoda bu dəfə uşaqlığımızın ekran ulduzu Bəxtiyar Məmmədov. Məktəbdə necə oxuyursunuz? Əla. Hə? Hansı məktəbdə oxuyursunuz? Mən 43 saylı Bağça Məktəb Lisey kompleksində. Onu 90-cı illərin uşaq verilişlərindən və yuxu filmindən tanımışıq. Atam canı getdilər. Görmürsən, çıx da. Diplomatik karyera qurdu, dünyanın fərqli ölkələrində Azərbaycanın səsi oldu, indi isə Amerikada yeni həyat, yeni başlanğıc. İmmigrant həyatı kim nə deyir desin, yarımçıq bir həyatdır. Kim nə deyir desin. Və bəli, o unudulmaz sənətkar Səxavət Məmmədovun oğludur. Özümə düşünürəm ki, yəni elə insanlar dünyaya çox nadirən gəlir. Bir oğlu kimi, evladı kimi mən indi qardaşlarım çalışım ki, bizim heç birimiz ola bilmərik. O tamamən fərqli idi. Yəni bayaq da qeyd etdim ki, Allahın sevdiyi, seçdiyi bir insan olur. Və hər nəsildə olur. Bizim nəsildə də atam olub, mən belə düşünürəm. Amerikanonun yeni epizodu 16 may YouTube kanalında.